Salam əziz şagirdlər və abituriyentlər. Bugünkü dərsimizin mövzusu maddə miqdarı Avogadro qanunudur. Bu mövzuda mən sizə aşağıda sadalanan qısa hissələr haqqında danışacağam. Mol, maddə miqdarı, Avogadro qanunu, qazların sıxlığı, nisbi sıxlıq və testlərdə tez-tez qarşınıza çıxacaq hesablamalar. Hansı ki, bu hesablamalar kimyəvi formullara görə və kimyəvi tənliklərə görə aparılır. Gəlin əvvəlcə biz mol anlayışı ilə tanış olaq. Bildiyimiz kimi, biz kimyanın ilk anlayışları dərsində sizə mən izah etmişdim ki, hər bir elementin özünə məxsus atom kütləsi var. Lakin bu atom kütlələr o qədər kiçikdir ki, o qədər əlverişsizdir ki, hesablamalar zamanı. Ona görə biz nisbi atom kütləsi anlayışından istifadə edirik. Bu anlayışı bildikdən sonra hidrogenin 1.10078 qramı və oksigenin də göstərilən qramı, yəni 15.9994 qramını müqayisə etsək, oksigen hidrogendən 16 dəfə ağırdır. Lakin hidrogenin və oksigendə olan atomların sayı eynidir. Bunu necə öyrəniblər? Həmin o n ki var, atomların sayını ifadə edən o n anlayışı, onu necə hesablayırlar? Əvvəlcə hidrogenin nisbi atom kütləsini bölürlər onun əvvəlki, hansı ki, əlverişsiz olan atom kütləsinə. Böldükdə alınır 6,2 vurulsun 10^23. Bunu oksigen üçün də yazırlar və eyni qiyməti alırlar. Beləliklə, hesablamalar göstərir ki, digər elementlərdə də bu belədir və bu rəqəm 6,2 vurulsun 10^23-dür. Avogadro İtalyan alimi bu ədədi məşhur İtalyan alimi Avogadronun şərəfinə Avogadro ədədi adlandırılmışdır və Avogadro ədədi deməli qədər hissəciyin sayını ifadə etmək üçün mol adlanan ölçü vahidi qəbul edilmişdir. Mola başqa cür tərif vermək olar ki, yəni maddənin 6,2 vurulsun 10^23 sayda hissəcikdən ibarət olan miqdarına mol deyilir. 1 mol maddənin kütləsinə molyar kütlə deyilir. Məsələn, natriumun molyar kütləsi bildiyimiz kimi 23-dür. Biz bir öncəki dövrü qanun dərslərində də, hesablamalarda da bu qiymətə rast gəlmişik. Yəni, natriumun molyar kütləsi 23 qəbul olunmuşdur. Yəni, nisbi atom kütləsi. Onun deməli, nisbi atom kütləsi 23-dürsə, onun 1 moludur. Yəni, 1 molunun qiyməti budur. Ancaq 2 molunun qiyməti isə ondan 2 dəfə çox olan qiymətə bərabər olacaq. Burada göstərmişəm 1 molunun qiyməti nisbi 1 mol natriumun molyar kütləsi 23 qram bölü mol, 2 mol natriumun deməli molyar kütləsi isə 2 vurulsun 23, yəni 46 qram bölü moldur. Molekullar 2 və daha çox atomdan ibarətdir. Ona görə bir çox deməli 1 mol maddədə atomların sayı molekulların sayından çox olur. Gəlin bunlara baxaq. Molekulunda deməli 1 mol su molekulunda neçə atom var? Belə bir sual verilir. Ümumiyyətlə biz bilməliyik ki, su molekulunda atom sayı 3-dür. Yəni orada 2 atom hidrogen, 1 atomda oksigen var, 3-dür. Əgər bizə 1 mol deyirsə, olduğu kimi qalır. Deyirik ki, 1 molunda 3 atom var. 2 atom hidrogen, 1 atom oksigen. Yox, əgər bizə deyilsəydi ki, 2 molunda necə atom var? 2-ni vuracaqdıq, yəni 2 mol vuracaqdıq. Həmin o 3 atoma, hansı ki, su molekulunda bildiyimiz kimi 3 atom var. 2 mol deyirsə, 2-ni vuracaqdıq 3-ə, deyəcəkdik 6 mol. Gəlin növbəti suala baxaq. 1 mol suda neçə molekul var? Baxın, uşaqlar. Biz yuxarıda da dedik ki, molekul dedikdə, yəni mol nəzərdə tutulur. Əgər molekul, yəni su molekulundan gedir söhbət. Su molekulu da bir dənədir. 1 mol suda bir dənə su molekulu var. Əgər bizə həmin o molekul deyirsə, biz əlbəttə ki 6,2 vurulsun 10^23 molekul deyəcəyik. Çünki dedik ki, maddənin 6,2 vurulsun 10^23 sayda hissəcikdən ibarət olan miqdarına mol deyilir. Əgər biz 1 mol suda neçə molekul var deyirsə, o həmin 6,2 vurulsun 10^23 qədər molekul deyəcəyik. Yəni, söhbət burada atomdan getmir. Əgər desəydi ki, 1 mol suda neçə atom var, yəni bu miqdarla göstər desəydi, biz 3-ü vuracaqdıq 6,2 vurulsun 10^23-ə. Gəlin, indi bax, o dediyim həmin o, deməli, dediyim o izahı 3-cü sualda mən qeyd etmişəm cavab olaraq ki, deyir ki, 1 mol su molekulunda neçə molekul atom var? Bizə neçə molekul atom var deyirsə, biz molekulu sözünü görəndə 6,2 vurulsun 10^23-ü burada qeyd etməliyik. Ancaq ilk sualımızda biz demişdik ki, neçə atom var? Bizə sadəcə atom sayını deyirdi. Neçə molekul atom var? Burada artıq deyəcəyik 3 vurulsun 6,2 vurulsun 10^23. Daha sonra 6,2 vurulsun 10^23 sayda molekulu olan su neçə moldur? Biz artıq bilməliyik ki, bu 1 moldur. Yəni, söhbət 6,2 vurulsun 10^23 sayda molekuldursa,
Bu onun 1 moludur. Çünki tərifdə də onu demişdik ki, maddənin altdan %2 vurulsa 10 üstü 23 sayda hissəcikdən ibarət olan miqdarına mol deyilir. İndi isə gəlin uşaqlar Avogadro qanunundan danışaq. Bir mənalı olaraq qayda şəklində bilməliyik ki, eyni şəraitdə müxtəlif qaz molekulları eyni sayı eyni həcm tutur. Yəni, normal şəraitdə 1 mol istənilən qaz 22,4 litr həcm tutur. Buna molyar həcm deyilir. Məsələn, nümunə kimi göstərmişəm. 1 mol oksigen və 1 mol karbon qazı nümunəsinə baxaq. Oksigində 1 molu bildiyimiz kimi 6,2 vurulsun 10 üstü 23 sayda atom saxlayır. 22,4 litrdir 1 molunun həcmi və qramı 32 qramdır. Fərqə baxsaq, karbon qazında da 6,2 vurulsun 10 üstü 23 və 22,4 parametrləri eynidir. Lakin qramlar fərqlidir. Yəni, oksigen və karbon qazında hər ikisində də qramlar fərqlidir. Yəni, kütlələri fərqlidir. Yəni, kütlələri fərqli olsa da, onların tutduğu həcm və deməli, atom kütləsi, yəni tutduğu həcm 22,4 litr və atom molekul sayı, yəni 6,2 vurulsun 10 üstü 23 hər ikisində də eynidir. Maddə miqdarının ümumiyyətlə molu aşağıdakı 3 düsturla hesablanıla bilər. Əslində bu düsturlar yadda qalan düsturlar deyil. Bunların əzbərlənməsini tövsiyə etmirəm heç bir şagirdə. Onun üçün mən sizə bir növbəti slaydda daha sadə, daha asan şəkildə testləri necə həll eləmək olar, oradakı molları necə tapmaq olar, onları izah eləyəcəm. Bir neçə nümunə göstərəcəm. Uşaqlar, gəlin baxaq. Deməli, 4 dənə əsas test nümunəsi var, hansı ki sizin testlərdə tez-tez qarşınıza çıxa biləcək nümunələrdir. Buraya əsasən biz burada molu, daha sonra qramı, molekul sayını tapacağıq. Gəlin birinci test nümunəmizdə baxaq. Bizə deyir ki, 22 qram karbon qazı neçə moldur? Və aşağıda da karbon qazının öz qramını verir ki, karbon qazının 1 molunun qramı 44 qram bölünsün moldur. Yəni, molyar kütləsi 44 qram bölünsün moldur. Biz burada birinci olaraq bizdə nəyi soruşursa, əslində onu yazmalıyıq. Yazırıq, 22 qram karbon qazı neçə moldur bilmirik, x moldur. Ancaq biz bilirik ki, 44 qram karbon qazı 1 moldur. Tənasib qururuq. Yəni 44 qramına 1 mol, 22 qramına x mol yazırıq. Tənasib quraraq bir-birinə əksi istiqamətdə vururuq. Yəni 44-ü vururuq x-a, bərabər edirik 22-ni də 22 qram karbon qazını da vururuq 1-ə, həmin o 1 mola. Yəni bir-birinin əksi istiqamətində qarşı-qarşıya vururuq, tənasib qururuq. Və x-i oradan tapırıq ki, x bərabərdir 22 bölünsün 44. O da bərabərdir 0,5 mola. Əslində, buradan hesablama aparmadan da biz bilə bilərik ki, 44 qram əgər karbon qazının, deməli, molyar kütləsi 44 qram olan karbon qazı 1 moldursa, 22 qramı əlbəttə ki, 1 molun yarısı olacaq. Yəni, necə ki, 44-ün yarısı 22-dirsə, 1 molun da yarısı 0,5. Gəlin ikinci nümunəyə baxaq. Deyir ki, 3 mol su molekulu neçə qramdır? Biz bilirik ki, əvvəla bildiyimiz hər hansı bir şeyi yazmalıyıq uşaqlar. Yəni, biz bilirik ki, 1 mol su 18 qramdır. Baxın, testdə də bizə verir onu. Cavabını əslində verir ki, biz bilək ki, suyun qramı neçədir, nə qədərdir. Əgər 1 mol su 18 qramdırsa, 3 mol su əlbəttə ki, ondan 3 dəfə çox olacaq qiymətcə. Tənasib qururuq. X bərabərdir 3 vurulsun 18, x-i tapırıq 54 qram bölünsün mol. Yəni 3 mol suyun molyar kütləsi, yəni qramı 54 qram bölünsün moldur. Gəlin 3-cü test nümunəsinə baxaq. 3-cü test nümunəsində isə bizdən artıq atom hissəciyi, yəni 6,2-ni soruşur. Deyir ki, 12,4 vurulsun 10 üstü 23 sayda hidrogen molekulları neçə moldur? Biz bilməliyik ki, 1 mol hidrogen molekulu 6,2 vurulsun 10 üstü 23 sayda atom hissəciyi saxlayır. Yazırıq tənasibdə 6,2 vurulsun 10 üstü 23 sayda hidrogen molekulu 1 moldur. Ancaq bizdən soruşur ki, 12,4 vurulsun 10 üstü 23 sayda hidrogen molekulu neçə moldur? Onu da qarşısına x yazırıq. Yenə tənasib qururuq və x-i tapırıq ki, 12,4 vurulsun 10 üstü 23 bölünsün 6,2 vurulsun 10 üstü 23. Böldükdən sonra cavabı 2 alırıq. Yəni, artıq biz bildik ki, 12,4 vurulsun 10 üstü 23 sayda hidrogen molekulu 2 moldur. Yəni, 2 mol hidrogen molekulu 12,4 vurulsun 10 üstü 23 sayda atom hissəciyi saxlayır özündə. Daha sonra 4-cü nümunəmizdə bizdən
həmin o molekul sayını istəyir. Baxın, mən bayaq da su molekulunda bunu izah etmişdim. Əgər bizə atom sayı deyirsə 3, molekul deyirsə 6-dan %2 anlayışını bilməliyik. Yəni, əslində variantlarda da biz görəcəyik onu. Sadəcə mən burada variantları qeyd etməmişəm. Birbaşa olaraq testin özünün üzərində izah şəklində bunları vermişəm. Əslində, burada variantlar olur. Biz artıq variantlardan bilirik ki, söhbət burada nəyin tapılmasını bizdən istəyir. Deməli, 0,5 mol suda neçə molekul var? Biz birinci bilməliyik ki, 1 mol suda hər şeyi 1 mola görə hesablayırıq uşaqlar. 1 mola görə tapsaq, digərləri bizim üçün asan olacaq. Deməli, 1 mol suda 6,2 vurulsun 10^23 sayda molekul var. Bəs 0,5-də nə qədər olacaq? 0,5 də 1 molun yarısıdır. Ona görə də 6,2 vurulsun 10^23-ü də, yəni 0,5-ə vuracağıq. Əslində, yəni onun yarısını nəzərdə tuturuq biz burada. Böldükdən sonra, yəni vurduqdan sonra alırıq. X bərabərdir 3,1 vurulsun 10^23. Yəni 0,5 mol suda 3,1 vurulsun 10^23 sayda molekul var. İndi isə qazlarla bağlı olan test nümunələrinə baxaq. Hansı ki, Avogadro qanununda biz bilirik ki, eyni şəraitdə müxtəlif qaz molekullarının eyni sayı, eyni həcm tutur. Baxın, normal şərait 1 atmosfer təzyiqdir və bu şəraitdə hər bir qaz, yəni 1 mol istənilən qaz 22,4 litr həcm tutur. Hansı ki, biz bu həcmə molyar həcm deyirdik. Gəlin baxaq. Uşaqlar, birinci test nümunəmizdə bizə deyir ki, 67,2 litr oksigen qazı neçə moldur? Birincisi, biz 1 mola görə hər şeyi hesablayırıq. Bilməliyik ki, 1 mol oksigen qazı 22,4 litr həcm tutur. Baxın, yazırıq, 22,4 litri 1 moldursa, 67,2 litri neçə moldur? Artıq biz burada 67,2 litri bölürük 22,4-ə, alırıq x bərabərdir 3 mol. Yəni 67,2 litr oksigen qazı 3 moldur. Gəlin ikinci test nümunəmizə baxaq. Burada isə bizdən litri soruşur. Molu verib, deyir ki 0,5 mol SO2 qazı neçə litrdir? Biz bilməliyik ki 1 mol SO2 qazı, yəni söhbət qazlardan gedirsə və həcmi soruşursa 1 molu 22,4-dür. Bunu uşaqlar bir mənalı olaraq yadınızda saxlayın. 1 molu 22,4 litrdirsə, 0,5 molu onun yarısı qədər olacaq. X. Biz x bərabərdir tənasüb qururuq qarşı-qarşıya. X bərabərdir 22,4-ü vururuq 0,5-ə və alırıq 11,2. Gəlin üçüncü test nümunəmizə baxaq. Deyir ki, 14 qram azot neçə litr həcm tutur? Baxın, bizə azotun qramını da verib. Çünki bizdən əvvəlcə qram deyir ki, 14 qramı neçə litrdir? Ona görə qramı bizə verir ki, biz asanlıqla tapa bilək. Biz bilməliyik ki, yəni bayaq mola görə hesablayırdıq, indi qrama görə. Azotun əgər 28 qramdırsa, o onun 1 moludur. Yəni 1 molu da 22,4 litrdir. Yəni hər bir deməli qazın öz kütləsi, əgər öz kütləsidirsə, yəni azot bilirik ki 28 qramdır. Deməli o 28 qramı 22,4 litrdir. Bizə başqa qramlar versəydi, orada artıq həcm dəyişəcəkdir. Həcm onun öz kütləsinə uyğun olaraq verilir. Əgər azotun kütləsi 28 qramdırsa, deməli o 22,4 litr həcm tutacaq. Bizə indi deyir ki, 14 qram azot neçə litr həcm tutacaq? 14 qram da 28-in yarısıdır. Yəni, ondan 2 dəfə azdır. Əgər 2 dəfə azdırsa, əlbəttə ki, x-da 11,2 litr həcm olacaq. Yəni, biz burada 22,4-ü vuracaq 14-ə, böləcəyik 28-ə. Cavabı olacaq ki, 14 qram azot 11,2 litr həcm tutur. İndi gəlin dördüncü test nümunəsinə baxaq. Hansı ki, bu test nümunəsi oxuduğumuz zaman bizə çətin görünə bilər, amma əslində çox sadədir. Yəni, uşaqlar, bu anlayışları biləndən sonra moldur, daha sonra qramdır, atom sayıdır. Yəni, bunların hamısını bildikdən sonra əslində bu testləri həll etmək olduqca asandır. Gəlin, indi mən sizə dördüncü test nümunəsini daha sadə şəkildə necə yaza bilərik, onu öyrədəcəm, onu izah edəcəm. Baxın, uşaqlar, deyir ki, 6 mol atom saxlayan M2O molekulu neçə qramdır? Birincisi, biz bilməliyik ki, M2O molekulunda neçə atom var? Baxın, M2O molekulunda 3 atom var. 2 atom azot var, 1 atomda oksigen. Baxın, bu nümunədə. Və biz bunun qramını bilməliyik. Çünki bizə deyir ki, 6 mol atom saxlayan M2O molekulu neçə qramdır? Biz birinci bilməliyik ki, əgər bunun tərkibində 3 mol atom varsa, bəs bu atomunun, həmin bu 3 mol atom saxlayan M2O molekulu neçə qramdır? Əlbəttə ki, görürsünüz ki, test nümunəsində azotun da, oksigenin də qramları verilib. Yəni, bizdən istəyir ki, bunları
deməli, hesablayıb, toplayıb qiymətini, yəni həmin N2O-nun qramını tapaq. Tapırıq biz onu 44 qram. Yəni 3 mol atom saxlayan deməli N2O molekulunun deməli molyar kütləsi 44 qramdır. İndi isə 6 mol atom saxlayan N2O molekulunun neçə qram olduğu soruşulur. Əlbəttə ki, yazırıq, tənasüb qururuq. 3 mol atom 44 qramdırsa, 3 mol atom saxlayan N2O molekulu 44 qramdırsa, 6 mol atom deməli saxlayan N2O molekulu isə x qramdır. X-i də buradan tapırıq ki, x bərabərdir 6-nı, baxın bunu tənasüb şəklində belə bir-birinə vururuq. X-i 6-nı vururuq 44-ə, bölürük 3-ə. Alınır 88 qram. Yəni 6 mol atom saxlayan N2O molekulu 88 qramdır. Gəlin nisbi sıxlıq anlayışından danışaq. Ümumiyyətlə, bilməliyik ki, bir qazın kütləsinin digər qazın kütləsinə olan nisbəti birinci qazın ikinci qaza görə nisbi sıxlıq adlanır. Yəni, nisbi sıxlıq D hərfi ilə işarə olunur və çox vaxt ən yüngül qaz olan hidrogenə və havaya görə hesablanır. Yəni, bir qazın kütləsinin digər qazın kütləsindən neçə dəfə ağır olduğunu hesablamaq üçün biz nisbi sıxlıq anlayışından istifadə edirik. Məsələn, bizə soruşulur ki, məsələn, azotun kütləsinin hidrogenə görə olan sıxlığını hesablayın. Biz artıq azotun kütləsini bilirik ki, azot 28 qramdır, onu böləcəyik 2-yə və onun həmin o azotun nisbi sıxlığını hesablayacağıq. Məsələn, bu havaya görə də hesablanır. Hava nisbi sıxlıq hidrogendə 2-dir. Yəni hidrogenin öz kütləsi, molyar kütləsi 2, havanınki isə 29 qəbul olunmuşdur. Molyar kütlə və havaya görə də nisbi sıxlığı mən aşağıda vermişəm. M hava bərabər 29. Əgər biz sıxlığı tapmaq istəyiriksə, D hava bərabərdir M, yəni verilən hər hansı bir qazın M havaya görə olan nisbi sıxlığı hesablanır. Mən əslində bir neçə test nümunəsini bir sonraki slaydda göstərəcəm. Baxın uşaqlar, hesablamalara. 2 dənə əsas test nümunəmiz var ki, testlərdə bəzən qarışdırılır, bəzən səhvə yol verilir ki, bunları hesablayarkən. Ona görə mən sizə bu 2 əsas testin izahını vermək istəyirəm. Birinci test nümunəsinə baxaq. Deyir ki, hansı qaz hidrogendən 14 dəfə ağırdır? Biz bilməliyik ki, deməli, 14 dəfə ağır olan qazı, yəni M-i, düsturdan bilirik ki, D bərabərdir, M bölünsün, deməli, hidrogenə. Buradan deməli biz nəyi tapırıq? Deyir ki, hansı qaz hidrogendən 14 dəfə ağırdır? Həmin o qazı M bərabərdir, D vurulsun 2. Yəni hidrogen deyirsə, bizə həmin o qazın sıxlığını, yəni 14-ü vuracağıq 2-yə və alınır 28. Yəni həmin qazın hansı ki qaz 28 böləndə 2-yə alınır 14. Yəni dəfə ağır olduğunu göstərir həmin o sıxlıq. Yəni söhbət deyirsə hidrogendən 14 dəfə ağır, biz artıq bilməliyik ki, söhbət 28 qram olan CO qazından gedir, yəni Y variantı. 28 qramı tapdıqdan sonra aşağıdakı variantlarda o qrama uyğun gələn hansı molekuldursa, onu qeyd edirik. Daha sonra ikinci test nümunəmizdə XH3 qazının hidrogenə görə sıxlığı 8,5-ə bərabərdir deyir. Birincisi biz X-in atom kütləsini hesablamalıyıq. Yəni biz burada X-in atom kütləsini bilməliyik. Hələ ki bizə heç nə demir. Yəni deyir ki, X-in atom kütləsini hesablayın. Biz birinci bilməliyik ki, əgər o qazın ki kütləsi, yəni hidrogenə görə sıxlığı 8,5-dirsə, 8,5-i vuracağıq 2-yə, tapacağıq 17. Yəni həmin qazın nisbi molekul kütləsi 17-dir. 17 olduğunu bildikdən sonra X-in kütləsini biz bilmirik, ancaq hidrogeninkini bilirik. Baxın, X üstə gəlinsin 3H-a bərabərdir 17-yə. H da 1-dir, yəni onu H da 1 oldu. 3-ü vururuq 1 ilə 3 qalır. X da bərabərdir 17-dən çıxırıq 3-ü bərabərdir 14. Yəni X-in atom kütləsi 14-dür. İndi isə qaz qarışıqlarının orta molyar kütləsinin hesablanmasına baxaq. Təsəvvür edin ki, bir neçə qaz qarışığı var bir qabda və o qaz qarışığının bizə o qaz qarışığının orta molyar kütləsini hesablamaq tələb olunur. Ümumiyyətlə, qaz qarışığını əmələ gətirən müxtəlif qazların maddə miqdarları veriləndə onların orta molyar kütləsini deməli aşağıdakı düsturla hesablayırlar. Baxın, 3 dənə əsas qayda var. Mol sayı verilirsə, həcm verilirsə, həcm payı verilirsə, necə hesablanır? Deməli, əvvəlcə qazların molları onların öz molyar kütlələrinə vurulur və bölünür həmin molların sayının cəminə.
İkincidə həcm verilirsə, yenə həcm vurulur molyar kütləyə, bölünür həcmlərin cəminə. Həcm payı verildikdə isə omega həcm payıdır. Omegada vurulsun M1 plus omega 2 vurulsun M2. Əlbəttə, burada 2 dənə göstərilir əslində. M1, M2. Bir çox qaz ola bilər. M3, M4. Yəni, bu sayt getdikcə davam edə bilər. 2 dənə əsas məsələ nümunəsi vermişəm bu testlərə aid. Hansı ki, biri mol verildikdə, digəri isə həcm payı verildikdə necə hesablanır? Baxın, uşaqlar. Deməliyik ki, 3 mol hidrogen və 2 mol helium qazı qarışığının orta molyar kütləsini hesablayın. Biz birincisi 3 mol hidrogeni 3-ü vuracağıq 2-yə, yəni onun kütləsini tapmaq üçün. 3-ü vururuq 2-yə, üstə gəlinsin, 2-ni də vururuq helium qazının kütləsinə, yəni 4-ə. Bölürük həmin o molların cəminə. 3 üstə gəlinsin 2. Bərabər olur 2,8 qram bölünsün mol. Yəni, bu qaz qarışığının orta molyar kütləsi 2,8 qram bölünsün moldur. Daha sonra ikinci nümunəmizdə bizə faizlər verilib. 80% oksigen və 20% azot var bir qabda. Düşünün ki, elə düşünün. Və bizə bu qaz qarışığının orta molyar kütləsini tapmaq tələb olunur. Nə edirik? 32 qram oksigendir, 28 qram da azotdur kütlələri. Çünki biz burada kütlələri tapmalıyıq. Sonra verilən faizləri və ya molları həmin o kütlələrə vurmalıyıq. 80-i vururuq 32-yə, üstünə gəlirik 20 vururuq 28-ə, bölürük 80 plus 20-yə, yəni verilən faizlərə. Faiz də 100%-dir. Yuxarını hesablayırıq, bölürük aşağıya, tapırıq 31,2. Deməli, bu qaz qarışığının orta molyar kütləsi 31,2 qram bölünsün moldur. İndi isə baxaq qaz qarışığının kütlə payının və həcm payının hesablanmasına. Yəni, bu həcm payı necə hesablanır? Birinci qayda nədir? Qarışıqdakı hər bir qazın kütlə payını hesablamaq üçün həmin qazların kütlələrini bilmək lazımdır. Məsələn, 32 qram SO2 qazı verilib, 8 qram da oksigen qazından ibarət qarışıqda. Bizə deyir ki, 32-nin, yəni SO2-nin kütlə payını tapın. Biz 32-ni, yəni 32 qram bilirik ki, SO2 var. Ümumi olaraq 32 qram SO2, 8 qram da oksigendir. Ümumi kütlə nə qədədir? 40 qram. Yəni 40 qramında qaz qarışığı təsəvvür edin ki, bir qabda 32 qram SO2 var, 8 qram da oksigen var. Ümumi olaraq neçə qram qaz var orada? 40 qram. Həmin o 40 qramının tərkibində olan SO2-nün kütlə payını biz tapmalıyıq. Omega bərabərdir 32-ni bölürük həmin o ümumi kütləyə, yəni 40-a, vururuq 100%. Alırıq ki, deməli, həmin qabda SO2-dən 80% var. Daha sonra digər bir qaydaya baxaq. Deyir ki, qaz qarışığında hər bir qazın həcm payını hesablamaq üçün həmin qazların ya həcmlərini, ya da mol sayını bilmək lazımdır. Məsələyə baxaq. 89,2 litr hidrogen və 142 qram xlor qazı qarışığında xlorun həcmini tapın. Və xlorun ayırını verib ki, xlorun ayırı 35,5 qramdır. Biz birinci burada hidrogenin həcm payı bizə məlumdur. 89,6 litr. Biz buradan xlorun həcmini tapmalıyıq uşaqlar. Xlorun həcmini tapmalıyıq ki, yəni bizə verilən bu xlorun həcmini tapmalıyıq ki, o həcmə əsasən biz bu qaz qarışığında neçə qram və yaxud da nə qədər faiz xlor var onu tapaq. Deməli, həcminin hidrogeninkini bilirik, xlorunkini tapaq. Xlorun tək xlor atomu 35,5-dir, amma xlor qaz olaraq indeksində 2 yazılıb. Ona görə də biz 2 atom xlor 35,5-i vururuq 2-yə, alırıq 71 qram xlor. Yəni 71 qram xlorun xlor atomunun, xlorun deməli, həcmi 22,4 litrdirsə, 142 qramının həcmi 44,8 litr olacaq. Artıq bizə bunun da həcmi məlumdur. Hər ikisini də həcmi məlum olduqdan sonra həcm payını deyir, yəni faiz olan miqdarı. Həcm payını tapmaq üçün isə ümumi olaraq biz qabda tapsaq 89,6 üstə gəlinsin 44,8, yəni ümumilikdə qabda 134,4 litr qaz qarışığı var. Bizə deyir ki, həmin o qaz qarışığında xlorun həcm payını tapın. Xlorun da tapdıq həcmi 44,8-dir. Həmin də 44,8-i böləcəyik 134,4-ə. Vuracağıq həcm payı dediyi üçün 100-ə. Alacağıq 33,3%. Yəni, bu qaz qarışığında, ümumi qabda 134,4 litr həcm tutan qabda 33,3% xlor var.
İndi isə gəlin, mən sizə dedim ki, bir sıra hesablamalar var ki, onlar formullara görə və tənliklərə görə aparılır. Ən, belə deyək, abituriyentlərin qarışıq saldığı, testləri həll etməkdə çətinlik çəkdiyi bir sıra test nümunələrini göstərəcəm. Gəlin, baxaq, uşaqlar. Birinci test nümunəmizdə deyir ki, maddədəki elementlərin kütlə nisbətini hesablayın. Baxın, sual verir. Su molekulundakı kütlə nisbətini tapaq. Kütlə nisbəti nədir? Yəni, o molekuldakı ayrı-ayrı element atomlarının kütlələrinin nisbət halında yazılması. Yəni, 2 atom hidrogen var, bir atomda oksigen var. Baxın, atomların da deməli, ayirlərini verib, yəni atom kütlələrini verib ki, biz tapmaqda çətinlik çəkməyək. Kütlə nisbətinin tapılmasında, deməli, 1 mol su molekulunda 2 qram hidrogen var, 16 qram da oksigen var. Nə edirik? Kütlə nisbətində M hidrogen bölünsün M oksigeni. Yəni, hidrogenin də kütləsi, oksigenin də kütləsini nisbət halında yazırıq, kütlə nisbəti halında. 2 qram orada hidrogen var, 16 qram da oksigen var. İxtisar gedəndə hər ikisi də 2-yə ixtisar olunur. Yəni, bizə ən son ixtisar olunmayan, deməli, nisbətə qədər biz onları ixtisar edirik. Hər ikisi də 2-yə ixtisar olunur, alınır 1 bölünsün 8. Yəni, həmin su molekulundakı kütlə nisbəti 1 bölü 8-dir. İkinci test nümunəmizə baxaq. Elementin maddədəki kütlə payının hesablanmasını bizdən soruşur. Yəni, burada artıq biz kütlə nisbəti yox, hər bir o elementdəki, o maddə ki var, su molekulunda hidrogen və oksigenin, deyir ki, baxın, suala baxın. Su molekulundakı hidrogen və oksigenin kütlə payını tapaq. Yenə ayrı-ayrılıqda hidrogen üçün, oksigen üçün ayirləri verib, ümumi olaraq suyun molekulunu verib. 1 mol su molekulunda bilirik ki, 2 qram hidrogen var, 16 qram da oksigen var. İndi ümumi olaraq su molekulunun kütləsi 18-dir. Biz bilməliyik, bizə deyir ki, həmin o 18 qramda hidrogenin və oksigenin ayrı-ayrılıqda kütlə faizləri nə qədərdir? Deməli, biz nə edirik? 2-ni, yəni birinci hidrogeni tapırıq. Hidrogeni bilmək istəyirik ki, su molekulunda neçə qramdır, neçə faizdir kütlə payı. 2-ni böləcəyik, həmin o hidrogenin kütləsini böləcəyik su molekulunun ümumi kütləsinə. Ki, bizə bilək ki, o ümumi kütlədə nə qədər hidrogen var. 2-ni böləcəyik 18-ə vuracaq 100-ə, alınacaq 11,11%. Əslində, bunu bildikdən sonra 100%-dən çıxaraq da tapa bilərsiniz ki, oksigen burada nə qədərdir və yaxud da hesablaya da bilərsiniz. Yenə, oksigenin kütləsini bölürük ümumi su molekulundakı kütləyə, yəni 18-ə, vururuq 100%-ə, bərabərdir 88,89. Yəni, su molekulunda faiz olaraq ən az faizdə hidrogen, biraz çox faizdə isə oksigen var. Üçüncü test nümunəmiz isə formula əsasən naməlum elementin nisbi atom kütləsini hesablamaq. Baxın, uşaqlar, bu testlərə çox test düşəndir. Bir sual nümunəsidir, bir test nümunəsidir. Baxın, deyir ki, bizə kütləni verir. Bizə deyir ki, həmin o kütləyə əsasən bir maddənin tərkibindəki bir neçə element var. O elementlərdən birinin elementin birinin deməli, nisbi atom kütləsini hesablamağı deyir, bizdən istəyir. Testimizi oxuyaq. Nisbi molekul kütləsi 72 olan 2 valentli metal oksidində metalın nisbi atom kütləsini tapın. Baxın, biz valentlikdən bilirik ki, deməli, 2 atomlu, 2 valentli metal oksidi deyirsə, söhbət 2 valentli metaldan gedir. Əgər metal 2 valentlidirsə, əlbəttə ki, o oksigenlə bu şəkildə birləşəcək, XO. Çünki oksigen də 2 valentlidir, metal da 2 valentlidir. Aşağıda indeksdə heç nə yazılmayacaq. Valentlik mövzusundan biz bunu artıq bilirik. Heç nə yazılmayacaq və XO kimi qalacaq formulumuz. Bu formul bizə məlum olduqdan sonra bizdə istəyir ki, həmin o 2 valentli metal oksidini tapaq. Ümumi olaraq bizə kütlə məlumdur, 72 qram. Oksigenin də kütləsi məlumdur, 16. Baxın, yazırıq, X plus 16, yəni X o həmin o 2 valentli metal, üzərinə gəlsin 16 bərabərdir 72. X-i buradan tapırıq, 72 çıxılsın 16 bərabərdir 56. Yəni, həmin o X-in nisbi atom kütləsini biz 56 qram tapırıq. Daha sonra kimyəvi formulların çıxarılması. Formullar dedikdə, yəni hər hansı bir, məsələn, deyirik ki, suyun formulu var da, bilirsiniz, H2O. Onun çıxarılması üçün biz
bir neçə kütlə nisbətinə əsasən bu formulu çıxarda bilirik. Məsələn, bir nümunəyə baxaq. Deyir ki, kütlə nisbətləri karbon, hidrogen, oksigen üçün 12, 3 və 8-dir. Biz də həmin o birləşmə üçün verir bu kütlə nisbətini. Amma biz özümüz bilirik ki, karbonda 12-dir, hidrogenda 1-dir, oksigenda 16-dır. Həmin o verilmiş testdə, baxın uşaqlar, testdə verilmiş nisbətləri bölürük bizim bildiyimiz kütlə nisbətinə. Yəni, baxın, bizim birləşməmiz belə olmalıdır. C, X bilmirik nə qədərdir, H, Y, O, Z. Yəni, bir söhbət tərkibində karbon, hidrogen, oksigen olan bu elementdən gedir. Öz testdə nə nümunə veribsə, o nisbətləri yazırıq. 12 böl 3 böl 8. Aşağıda isə nisbət kimi, burada isə kəsir kimi yazırıq. Aşağıda isə bizim bildiyimiz ayrıları yazmalıyıq. Karbon test nümunəsində 12 verilib, biz də bilirik ki, karbonun ayrı 12-dir. Daha sonra hidrogen test nümunəsində 3 verilib, yazmışıq. Aşağıda isə, yəni surətdə yox, məxrəcdə isə 1 yazılır. Daha sonra test nümunəsində 8 yazılıb, surətdə 8 yazılır. Bildiyimiz oksigen isə aşağıda məxrəcdə 16 yazırıq. Daha sonra bölürük, 12-ni 12-yə bölürük 1, 3-ü 1-ə bölürük 3, 8-i 16-ya bölürük 0,5. 0,5 əslində bilirsiniz ki, məxrəc, yəni indeks, bunlar əslində indekslərdir. 1, 3, 0,5. Yəni hər biri x, y, z-in yerinə yazılmalıdır. Ancaq z 0,5 indeksdə yazıla bilməz. Ona görə biz onu 2-yə vururuq. 2-yə vururuq ki, asanlaşdıraq, ifadəni daha da sadələşdirək. 2-yə vuranda avtomatik olaraq 1-i vuracaq 2-yə 2, 3-ü vuracaq 2-yə 6, 0,5-i də 2-yə vuracaq, alınacaq 1. Yəni formulumuz C2, H6, O1-dir. Bir də indeksdə yazılmır çox zaman. Digər bir nümunəyə baxaq. Burada isə artıq bizə formulu verib, birləşməni verib. Bizdən sadəcə onun tərkibindəki kütlə nisbətlərini tapmamızı istəyir. Deyir ki, kalsium 5 qramdır, kükürt 4 qramdır, oksigen 6 qramdır. Yəni, indi formulu çıxardaq. Yəni, həmin o formulda x, y, z-i bayaqki kimi x, y, z-i yazaq. Bildiyimiz kimi yenə verilən qramları yazırıq. 5-i, 4-ü, 6-nı kəsirin surətində yazırıq. Məxrəcində isə, yəni aşağıda isə 5 qramdırsa aşağıda bilirik kalsiumda verilib 40, kükürtdə verilib 32, 4-ün aşağısına yazırıq 32, 6 qram oksigen isə bizə isə verilib o ayrı 16. Yazdıqdan sonra ixtisar gedir, 5 ilə 40 ixtisar gedir 1 böl 8, 4 ilə 32 4-ə ixtisar gedir, alınır 1 böl 8, 6 bölü 6-da ixtisar gedir 3 böl 8. Baxın, əgər məxrəclər eynidirsə, hər biri 8-dirsə, ona dəyməsək də olar, məxrəcə toxunmasaq da olar. Yuxarıdakı qiymətlərə əsasən x, y, z-i qiymətdə yerinə yaza bilərik. Yəni, kalsiumdan 1, S-dən 1, O-dan 3 dənədir. Və yaxud da məxrəcdə indeksdə yazılmır birlər, alınır kalsium SO3. Gəlin baxaq kimyəvi tənliklər üzrə hesablamalar necə aparılır. Birincisi, reaksiyaya girən maddələrdən birinin miqdarı verilir, bizə digərinin miqdarı soruşulur. Ya bu reaksiya başlanğıc maddə ola bilər, ya da reaksiya məhsulu ola bilər. Ümumiyyətlə, reaksiya tənliyi, yəni kimyəvi tənliklər üzrə hesablamalar aparılarkən birinci qaydamızı yadda saxlayaq ki, reaksiya tənliyi yazılır. Baxın, məsələdən bizdən istəyir ki, sinklə hidrogen xlorid turşusunun məhlulunun reaksiyasından alınan hidrogenin həcmini tapaq. Bunun üçün biz əvvəlcə sinklə hidrogen xloridin reaksiyasını yazmalıyıq ki, bizə məlum olsun ki, orada neçə mol hidrogen alınır və yaxud da onun həcmi nə qədərdir, başlanğıc maddələr, reaksiya məhsulları, alınan reaksiya məhsulları bizə məlum olsun. Bunun üçün də ilk növbədə reaksiya tənliyini yazmalıyıq. Yazdıqdan sonra, deməli, 2 mol hidrogen xlorid ilə reaksiyaya daxil olur sink və alınır sink xlor 2 və hidrogen. Hər biri də 1 mol. Yəni, reaksiya tənliyi bizə məlum olduqdan sonra ikinci qaydamız nə idi? İkinci qaydaya qaydaq. Deyir ki, tənlikdə miqdarı verilən və soruşulan maddələrin kimyəvi formulların altında onların tənliyə əsasən miqdarı yazılır. Baxın, deməli, kimyəvi formulların altında, yəni sinkin və söhbət bizdə sinkdən və hidrogendən gedir. Yəni, çünki tənlikdə, məsələdə bizdə sinkin miqdarı və hidrogenin həcmi soruşulur.
Deməli, sinkin aşağısında və hidrogenin aşağısında bizə məlum olan miqdarlar verilir. Bilirik ki, sink 65 qramdır, hidrogen də normal şəraitdə onun həcmi 22,4-dür. Təbii ki, tənlikdən görürük ki, 1 mol hidrogen alınıb, deməli onun həcmi 22,4 olacaq. Qaydaq növbəti 3-cü qaydamıza deyir ki, həmin maddələrin formullarının üstündə isə onların məsələnin şərtində verilən miqdarları yazılır. Məsələnin şərtində 6,5 qram sink verilib və bizə alınan hidrogenin həcmini soruşur. Ona görə də həmin tənliyin üzərində, yəni sinkin üzərində verilən şərtdə verilən qiymət, yəni 6,5 yazılır. Hidrogenin isə həcmi soruşulduğu üçün x yazılır. Deməli, biz tənasibi qururuq. 65 qram sinkdə 22,4 litr həcmdə hidrogen alınırsa, 6,5 litr sink, üzr istəyirəm, 6,5 qram sinkdə neçə litr deməli hidrogen həcmi neçə litr olar? Bunu tapmaq üçün tənasib qururuq. 65 qramı vururuq x-a bərabərdir. 22,4 vurulsun 6,5. Oradan da x bərabərdir alınır 2,24 litr hidrogen. Daha sonra ikinci qayda, reaksiyaya girən maddələrdən biri artıq miqdarda götürülürsə, bu zaman aparılan hesablamaları nəzərə yetirək. Deməli, yenə tənliyimizi yazırıq. Bizdən soruşulur ki, alüminium metalı ilə sulfat turşusu reaksiyasından neçə litr hidrogen qazı ayrılar? Bu zaman artıq bizə hər ikisinin də miqdarı və molu verilib. Deməli, biz yazırıq. Yazanda reaksiya tənliyində əmsallaşdırmanı da inşallah növbəti dərslərimizdə izah edəcəm sizə. Necə aparılır əmsallaşdırma? Alüminium və sulfat turşusunun reaksiyasından alüminium sulfat və hidrogen ayrılır. Deməli, alüminiumun valentliyi 3 olduğu üçün və SO4 qalığının valentliyi 2 olduğu üçün, yəni ionu mənfi ionudur, aniondur, 2 olduğu üçün onların reaksiyasından alüminium 2, SO4 3 alınır. Və əmsallaşdırarkən maddə kütləsinin saxlanma qanununa əsasən əslində bu əmsallaşdırma aparılır ki, reaksiyaya girən maddələrin miqdarı, yəni cəmi reaksiyada alınan maddələrin miqdarına bərabərdir. Yəni maddə kütləsinin saxlanma qanununa əsasən əslində bu əmsallaşdırma aparılır. Əmsallaşdırma aparılır. 2 deməli mol alüminium, 3 mol sulfat turşusu ilə reaksiyaya gedir. Alınır 1 mol alüminium sulfat və 3 mol hidrogen. Əmsallaşdırma aparıldıqdan sonra reaksiya şərtində verilən qram və mollar bizdə dedik ki, tənliyin üzərində yazılır, reaksiya tənliyinin üstündə. Yazdıqdan sonra alüminium yazırıq 10,8, sulfat turşusunun molunu da yazırıq 0,65. Bizə ayrılan hidrogeni soruşur. Ayrılan hidrogenin də miqdarı bəlli olmadığı üçün x litr yazırıq. Daha sonra bizə məlum olan miqdarları yazırıq. Alüminiumun deməli, nisbi atom kütləsi 27-dir. 2 mol olduğu üçün 54 yazırıq aşağıda. Sulfat turşusunda isə 3 mol verilib. Yəni, bizdən moldursa, aşağıda da molunu yazmalıyıq. 3 mol verilib və alınan hidrogenin də, hidrogen qazının da normal şəraitdə həcmi 67,2-dir. Yəni, 22,4-dür. Sadəcə 3 mol verilir. 3 mol hidrogen alındığı üçün 3-ü vururuq 22,4-ə alınır 67,2. Öncəliklə biz tapmalıyıq ki, alüminiumun 10,8 qramı neçə mol sulfat turşusu ilə reaksiyaya girir uşaqlar. Burada biz artıq iki dənə maddənin arasında tənasüb qururuq. Yəni, reaksiyaya girən maddələrin arasında. Biz, əgər tənlikdə bizə deyirsə ki, 10,8 qram alüminium 0,65 mol sulfat turşusu reaksiyaya girir, biz əvvəlcə bilməliyik, ümumiyyətlə neçə mol sulfat turşusu burada reaksiyaya girə bilər 10,8 ilə. Ki, biz artıq qalan hansı maddədirsə, onu tapa bilərik. Birincisi, deməli, gördük ki, tənlikdən 54 qramla 3 mol sulfat turşusu reaksiyaya girirsə, 10,8 ilə neçə mol sulfat turşusu reaksiyaya girər? X-dan tapırıq 0,6. Deməli, əslində 10,8 qram alüminiumla 0,6 mol sulfat turşusu reaksiyaya girməlidir. Lakin şərtdə 0,65 verilib. Deməli, artıq verilib. Baxın, az verilən burada alüminiumdur. Deməli, artıq bizə az verilən nədirsə, ona əsasən biz həmin o tapırıq ki, az verilən bizdə alüminiumdur. Çünki, deməli, artıq verilən burada hidrogen sulfat turşusu idisə, az verilən alüminiumdur. Baxın, uşaqlar, həmişə reaksiyanı, yəni əgər biri artıq götürülübsə, biri az götürülübsə, həmişə aza görə biz hesablamalar aparırıq. Artıq bizə məlum oldu ki, burada sulfat turşusu artıq verilib. Artıq verilibsə, deməli, az verilən alüminiumdur. Az verilənin alüminium olduğunu bildikdən sonra biz alüminiuma əsasən hidrogen qazının neçə litr olduğunu tapmalıyıq. Deməli, şərtimizdə 54 qramdan görürük ki, 67,2 litr hidrogen ayrılır.
İndi az verilən həmin 10,8 qram alüminiumdan bəs neçə qram, neçə litr hidrogen ayrılar? Bunu tapmalıyıq. Baxın uşaqlar, əslində qayda çox sadədir. Biz burada iki dənə başlanğıc maddələrin arasında tənasibi ona görə qurduq ki, bizə məlum olsun ki, hansından artıq verilib, hansından az verilib. Yəni, burada bizə məlum olduqdan sonra ki, hansından artıq, hansından az verilib, artıq növbəti mərhələdə biz ki, sulfatur, biz ki, həmin o hidrogen qazının neçə litr ayrıldığını tapmalıyıq. Aza görə tapacağıq. Məlum oldu ki, az burada alüminiumdur. Ona görə də 10,8 qramda neçə litr hidrogen ayrılır, onu tapırıq. Və məlumdur ki, tənliyimizdən və tənasübümüzdən x bərabərdir 13,44 litr hidrogen qazı ayrılır. İndi isə gəlin izah edək reaksiya məhsullarının çıxımına dair hesablamalar. Çox vaxt praktikada reaksiyadan alınan məhsulun miqdarı onun tənlik üzrə hesablanmış nəzəri miqdarından az olur. Baxın, əksər təcrübələrdə başlanğıc maddələr ümumiyyətlə tamamilə reaksiya məhsuluna çevrilmir və yaxud da itkilər olur. Ona görə də məhsulun təcrübədə alınan miqdarı, yəni onun praktiki çıxımı nəzəri hesablamalarda alınan miqdardan, yəni nəzəri çıxımdan az olur. Reaksiya nəticəsində alınmış maddənin elə bil ki, praktiki kütləsinin onun nəzəri gözlənilən kütləsindən olan nisbəti reaksiya məhsulunun çıxımının kütlə payı adlanır. Əgər praktikada alınan miqdar tənliyə əsasən hesablanmış nəzəri miqdara bərabər olarsa, məhsulun çıxımı 100% olur. Yəni uşaqlar, reaksiyaları biz təkcə nəzəri olaraq yazmırıq, onu həm də praktikadan aparırıq həmin reaksiyaları. Və bəzən o praktikada alınan o məhsullar ki var, bayaq alüminiumla sulfat turşusunun misalında göstərdik ki, alüminium sulfat və hidrogen ayrılır. Bəzən o alınan hidrogenin miqdarı, yəni praktikada alınan miqdar nəzəri miqdardan az olur. Və həmin o itkilər ki var, yəni bəzən başlanğıc maddələr tamamilə o dediyimiz reaksiya məhsullarına çevrilmir və yaxud da arada itkilər olur. Ona görə də həmişə o praktiki belə deyək, çıxım, yəni praktiki alınan qiymət nəzəri çıxımdan az olur. Ona görə də biz ETA adlanan anlayış var, yəni həmin o reaksiya məhsulunun çıxımının kütlə payı. O qiymətdə, yəni görürük ki, M praktiki bölünsün M nəzəri vurulsun 100%. Əgər praktikada alınan maddə miqdarı tənliyə əsasən hesablanmış nəzəri miqdara bərabər olarsa, yəni M praktiki bərabər M nəzəri olarsa, məhsulun çıxımı 100% olar. Əgər belə deyək, məhsul qaz halındadırsa, onun çıxımı həcm payı əsasən hesablanır. Yəni V praktiki bölünsün V nəzəri. Deməli, çıxıma dair nümunə göstərək burada. Deməli, 15,1 qram kalsium xlorid natrium karbonata təsir edərək 18 qram kalsium karbonat alınır. Duzun bizdən çıxımının faizi hesablanmasını istəyir. Həlli nədən ibarətdir? 18 qram praktikada alınan kütlədir. Baxın uşaqlar, 15,1 demək kalsium xloridlə natrium 2 karbonatı reaksiyaya girir və alınır kalsium karbonat plus natrium xlor. Yenə də əmsallaşdırırıq, deməli reaksiya tənliyini çıxardırıq və tənasib qururuq. Bizə məlum verilən şərtlərdə 18 qram kalsium karbonat alınır, ancaq o alınanı biz burada qeyd eləmirik. Çünki biz istəyirik ki, həmin o duzun çıxımını tapaq. 15,1-dən nə qədər duz alınır və o duzun çıxımı nə qədərdir? Deməli, 15,1 qramdan bilmirik biz nə qədər alınır, ancaq bizə məlumdur ki, kalsium xloridin 75,5 qramında 100 qram kalsium karbonat alınır. Gəlin tənasübdə yazaq, 75,5 qram kalsium xloriddən 100 qram kalsium karbonat alınırsa, 15,1 qram kalsium xloriddən nə qədər kalsium karbonat alınır? Buradan biz M-i tapırıq 20. 20 qram kalsium karbonat alınır. Baxın, nəzəri olaraq 20 qram alınır. Amma biz praktikada kalsium karbonatı 18 qram almışıq. Yəni itkimiz olub bizim burada. İndi biz 20 qramı aldığımız o 20 qram bizim öz qiymətimizdir. Yəni nəzəri olaraq aldığımız qiymət 20-dir. Əslində 20 olmalıdır qramla çıxım. Ona görə biz 20 qramı 100% götürürük. Amma praktikada itki olduğu üçün 18 qram kalsium karbonat alınıb. Və həmin o 18 qram kalsium karbonatın neçə faiz çıxımla alındığını tapmaq üçün 20 qramı 100% götürürük. Çünki 20 qram aldığımız öz qiymətidir. Nəzəri olaraq aldığımız qiymətdir. 18 qram isə itkidə ayrılan nə qədər miqdar varsa ayrılıb və 18 qram qalıb. Ona görə 18 qramı da X ilə işarə, yəni tənasüb üçün X faizlə
əlaqələndiririk və x-i buradan alırıq 90%. Deməli, 15,1 qram kalsium xloriddən 18 qram kalsium karbonat alınırsa, 90% çıxımla deməli kalsium karbonat alınıb 10%-i itkiyə gedib ki, 20 qram yox, biz 18 qram almışıq. Daha sonra bir digər misal, məhsulun çıxımını verib 62%. Baxın, burada artıq bizə faizi verilib, çıxım bizə məlumdur. Deyir ki, 71 qram deməli, fosfor 5 oksid almaq üçün neçə qram fosforu yandırmaq lazımdır. Burada yanma reaksiyalarından istifadə edirik. Hər bir maddə yanaraq oksid əmələ gətirir. Deməli, fosfor da yanır, fosfor 5 oksid alınır. Yenə əmsallaşdırırıq. Soldakı tənlikləri, sağdakı tənliklərlə kütlələrin deməli, maddə kütləsinin saxlanma qanununa əsasən əmsallaşdırdıqdan sonra soldakı, sağdakı maddələrin kütlələrini bərabərləşdirdikdən sonra artıq keçirik tənliyimizə. Deməli, bizə 75 qram fosfor 5 oksidi almaq lazımdır. Bunu bilmirik neçə qram fosfordan alacaq. Amma tənliyə əsasən biz görürük ki, 4 mol fosfordan 2 mol fosfor 2-5 oksid alınır. Yəni 4 mol fosforda fosforun öz kütləsi 31-dir. 31 vururuq 4-ə, 124 qram. Və fosfor deməli 5 oksidin də öz kütləsi deməli 142-dir. 142-ni də 2 mol olduğu üçün vururuq 2-yə, alınır 284 qram. Deməli x qram fosfordan 71 qram alınırsa, 124-dən də 284 alınır. X-i buradan tapırıq 31. Deməli, bizim 71 qram fosfor 5 oksid almaq üçün 31 qram fosforu yandırmaq lazımdır. Həmin 31 qram, yəni reaksiyadan aldığımız qram bizim həmin o məhsulun çıxımı ki var, 62%, ona bərabərdir. Yəni 62% çıxımla biz 31 qram fosfordan yandıraraq 71 qram fosfor 2-5 oksid almışıq. Yəni fosfor 5 oksid almışıq. Biz isə istəyirik ki, 100% çıxımla neçə qram fosfor yandıra bilərik. X da buradan alırıq, x bərabərdir 50 qram. Yəni 50 qram fosforu yandırmaqla biz 100% burada ala bilərik ki, deməli 100% bizim deməli 50 qram yandırmaqla 100% məhsul çıxını əldə edərik. Əslində bu 31 qramla biz 62% çıxımla 31 qramdan deməli 71 qram fosfor 5 oksid aldıq.